Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə birlikdə elektrik yük, elektrik sahəsi dərsinin ikinci hissəsinin izahına baxırıq. Elektrik sahələri üçün superpozisiya prinsipi nədir? Verilib ki, fəzanın verilmiş nöqtəsində bir neçə yükün yaratdığı sahənin yekun intensivliyi ayrı-ayrı yüklərin yaratdıqları sahənin intensivliklərinin cəminə bərabərdir. Gəlin görək bu nə deməkdir? Deməli, biz bilirik ki, müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan, mənfi yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri isə, daha doğrusu müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan, mənfi yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri isə daxil olan istiqamətdə yönəlir. Bəli. Burada isə ikisinin də yükü müsbət işarəlidir. Ona görə ikisindən də çıxan istiqamət götürürük. Müsbətlərin hər ikisindən elektrik sahəsinin qüvvə xətləri çıxdı. Və yekun elektrik sahəsinin intensivliyi bunların əvəzləyicisinə bərabərdir. Deməli, yekun elektrik sahəsinin istiqamətini soruşsa, cavab aşağıya doğru. İndi müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan istiqamət, mənfi yükə təsir edən elektrik sahəsinin qüvvə xətlərinin istiqaməti isə mənfiyə daxil olan istiqamət və bunların əvəzləyicisi sağa doğru yönəlir. Yəni bu istiqamətdə cavab olar. Belə. Daha sonra yenə mənfi yükə deməli təsir edən elektrik sahəsinin intensivliyi mənfiyə daxil olan, yenə mənfiyə daxil olan ikisi də mənfi eyni işarəlidir. Yekun elektrik sahəsinin intensivliyi istiqaməti isə yuxarı doğru yönəlir. İndi bir də elektrik sahəsi üçün superpozisiya prinsipində belə bir sual izahına baxaq. Uşaqlar, deməli, superpozisiya prinsipi bir neçə yükün yaratdığı elektrik sahəsinin intensivliyini bildirir. Məsələn, baxaq, tutalım ki, bizdə bir dənə müsbət yük var, Q yükü, digər isə mənfi Q yükü var. Müsbət yükə və bizdə A nöqtəsi verib, deyir ki, yekun elektrik sahəsinin istiqamətini göstərin. Deməli, uşaqlar, müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xətləri müsbətdən çıxan, mənfiyə isə daxil olan istiqamət götürürük. Hər ikisində də eyni istiqamət olduğuna görə yekun bərabərdir. Deməli, Y1 plus Y2 şəklində oldu. Eyni istiqamətdə olanda toplayırıq, əks istiqamətdə isə çıxırıq. İndi tutalım ki, bizdə belə deyək. Tutalım ki, bizdə bir müsbət, bunlar necə idi? Eyni işarəli də, doğrudur. Eyni işarəli, biri müsbət və yaxud da digəri mənfi, daha doğrusu əks işarəli. Deməli, əks işarəli olanda, diqqətlə qulaq asaq, əks işarəli olanda, yüklərin işarəsi əks işarəli olanda, yekun intensivlik istiqamət tapanda cəmlədik. İndi görək, eyni işarəli olanda necə olacaq? Tutalım ki, biri müsbətdir, digəri də olsun müsbət. Və bizdə A nöqtəsi verilib, A nöqtəsi. Müsbətdən çıxan istiqamət, müsbətdən çıxan istiqamət. Doğrudan da ikisinin də istiqaməti əksi oldu mu? Baxın, ikisinin də istiqaməti əksi oldu. Yekun bərabərdir. Modulda Y1 minus Y2 şəklini almış oldu. Bu belə. İndi və yaxud da ikisi də mənfi olsun. Mənfi, mənfi. Bizdə yenə A nöqtəsində yekun elektrik sahəsinin intensivliyini soruşur. İndi mənfiyə daxil olan istiqamət. Yenə də yekun elektrik sahəsinin intensivliyi modulda Y1 minus Y2 şəklində oldu. Deməli, ümumi belə bir qeyd yazsaq, əks işarəli yüklər, biri müsbət, biri mənfi olanda yekun elektrik sahəsinin intensivliyi toplandı, eyni işarəli olanda çıxıldı. Yəqin aydın oldu. Bunlar belə, superpozisiya prinsipi. Yaxşı, görək bərabər yüklənmiş keçirici kürənin elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? Uşaqlar, yadımızda qalsın, içi boş metal deməli sferanı yükləyərkən bütün yük onun səthində toplanır. Baxın, məndə bir dənə içi boş metal sfera var. Bu sferanı yükləyərkən bütün yük onun səthində toplanır. Daxilində heç bir yük yoxdur. Ona görə də daxilində Q bərabərdir 0. Yəni metal sferanın səthinə toplanır yüklər. İntensivliyin də düsturu bilir ki, Y bərabərdir. K2 bölünsün R kvadratıdır. Deməli, Q 0 olduğuna görə gətirib burada yerinə 0 yazırsınız. Cavab nə eləyəcək? 0. 0-ı nəyə bölsə 0 eləyəcək də. Vursaz da 0 eləyəcək. Ona görə də deyirik ki, metal sferanın daxilində intensivlik 0-a bərabərdir. Baxın, gəldi oldu 0. Deməli, qrafikin birinci hissəsini izah etmiş olduq. Keçək ikinci hissəsinə. Deməli, bu oldu daxilində. Bu isə xarici səthində. Doğrudan da xaricində intensivlik ilə R tərs mütənasibdir. Bu qədər. Ona görə daxilində 0 oldu və daxilində R kiçikdir R.
Səthində isə R böyük yerə bərabərdir. Deməli, səthində, xaricində isə daxildəki R xaricdəki R-dən böyükdür və Y0-ın yerinə 1 plus deməli H bölünsün R yazmaq olar və R plus H-ın kvadratı şəklində də yazmaq olar. H müəyyənləndiririk. Elektrik sahəsinin potensialı nədir uşaqlar? Elektrik sahəsinin potensialı W potensial şəklində qeyd olunur. İki nöqtəvi yükün qarşılıqlı təsirinin potensial enerjisi bu şəkildə tapılır. Deməli, Q1, Q2 bölünsün R. Baxın, diqqətli olun. Burada R kvadratı deyil, diqqətli olaq. R-in özüdür. Deməli, elektrik sahəsinin verilmiş nöqtəsində yerləşdirilən sınaq yükünün potensial enerjisinin bu yükə olan nisbətinə həmin nöqtədə sahənin potensialı deyilir. Fi hərfi ilə işarə olunur. Fi bərabərdir. V potensial bölünsün Q və potensial da Q ilə Fi-nin deməli hasilinə bərabərdir. Uşaqlar, fi bunların heç birindən asılı deyil. Niyə? Eynən intensivlikdəki kimidir. İntensivlikdə bunlar bir-biri ilə düzüm mütənasib olanda və potensial artanda Q da artır deyə Y bərabər F bölü Q də. Deməli, F artanda Q da artır. Ona görə də Y F-dən Q-dən asılı deyil. Eynən burada da fi ona görə sınaq Q-dən asılı deyil. Vahidi jol bölü kulondur. Jolun yerinə yazırsınız kiloqram vur metrin kvadrat bölü saniyenin kvadratı. Kulon da yerinə amper vur saniye. Bu şəkildə olur. Və vahidi voltdur. 1 volt. Sonra nöqtəvi Q0 yükündən R məsafədə olan yaratdığı sahənin potensialı fi Q0 ilə düz mütənasibdir, R ilə tərs mütənasibdir. Yadımızda qalsın uşaqlar, burada R-in özü ilə tərs mütənasibdir, kvadratı ilə yox. Deməli, R-in özü ilə tərs mütənasibdir, kvadratı ilə deyil. Bu da belə. İndi başqa hansılarına baxaq. Uşaqlar, potensiallar fərqini tapanda bu bərabərdir. Fi 1 minus fi 2 şəklində yazılır. Və burada U bərabərdir epsilon D şəklində də yazmaq mümkündür. U bərabərdir Y vurulsun D. Y bərabərdir U bölünsün D olduğuna görə intensivliyin düsturu. Deməli, alınır ki, U bərabərdir fi 1 çıxılsın fi 2 və biz demişdik ki, intensivliyin vahidi Newton böl ya belə deyim də Y bərabərdir F bölü Q-dur axı. Newton böl kulon. Və yaxud da volt bölünsün metr. Məhz bu düstura görə yazmışdıq ki, volt bölünsün metrdə düsturu var. Bu gərginlikdir, skaler cəmiyyətdir, vahidi voltdur və kiloqram vur metrin kvadratı bölünsün amper vur saniyenin kubu şəklində yazılır. Uşaqlar, potensiallar fərqini Fi-ni elektrometr adlanan cihazla ölçülür. Gərək deməli ekvipotensial səthlərin nə olduğuna baxaq. Deməli, bərabər potensiallı səthlərə ekvipotensial səthlər deyilir. Ekvipotensial səthlər həmişə qüvvə xəttlərinə perpendikulyar olur. Baxın, əsas qeydimiz. Ekvipotensial səthlər qüvvə xəttlərinə həmişə perpendikulyar olur. Bu nə deməkdir? Deməli, bizim qüvvə xəttlərimiz müsbətdən mənfiyə doğru yönəlib intensivlik qüvvə xəttlərini nəzərdə tuturam. İntensivlik qüvvə xəttləri müsbətdən mənfiyə doğru yönəlir. Həqiqətən də baxın, bu şəkildə müsbətdən mənfiyə doğru yönəldəndə, deməli, ekvipotensial səthlər qüvvə xəttlərinə perpendikulyar oldu mu? Bəli. Deməli, eyni xəttin üzərində olanlar bir-birinə bərabərdir. Fi 1 fi 2-yə bərabərdir. Fi 2 böyükdür fi 3. Uşaqlar, yadımızda qalsın. Müsbətdən mənfiyə doğru getdikcə, yəni intensivlik qüvvə xəttləri istiqamətində fi azalır. Baxın, ona görə fi 2 böyükdür fi 3 oldu. Deməli, fi 3 ən azdır. Çünki niyə? İntensivlik qüvvə xəttlərinə yaxındır. Fi 1 ilə fi 2 də eyni xəttin üzərində olduğuna görə bərabərdir. Bir də mən burada qeyd etdim ki, ekvipotensial səthlər qüvvə xəttlərinə perpendikulyar olur. İndi bunun mənasını izah edək, bu şəkildə izah edək. Dedik ki, müsbət yükə təsir edən elektrik sahəsinin qüvvə xəttləri müsbətdən çıxan istiqamətdə yönəlir. Doğrudan da qüvvə xəttlərini müsbətdən çıxartdım. Mənfidə isə mənfiyə daxil olan istiqamətdə yönəlir. Bu da belə. İndicə deməli, məsələdə şərtdə dedik ki, burada dedik ki, intensivlik qüvvə xəttlərinin istiqaməti potensial səthlərə perpendikulyar. Baxın, perpendikulyar oldu mu? Bu şəkildə xəttlər çəksəm. İntensivlik qüvvə xəttlərinin perpendikulyar çəkirəm. Ekvipotensial səthlər, deməli, qüvvə xəttlərinə perpendikulyar. Ekvipotensial səthi çəkdim buradan da çəkirəm. Perpendikulyar yəni.
perpendikulyardır. İndi mən bu qırıq-qırıq xəttlərlə bunları birləşdirsəm çevrəyə tamamlanırmı? Baxın, hər ikisində çevrəyə tamamlandı və bunu təkrarlaya bilərəm bu şəkildə. Ona görə də biz deyirik ki, nöqtəvi yük sahəsinin ekvipotensial səthləri mərkəzində həmin yük olan konsentrik sferalardır. Deməli, xəttləri birləşdirdikdə çevrə alındı. Bu konsentrik çevrələr adlandı. Məhz ona görə də belə çevrələrə konsentrik çevrələr deyilir. Yekun yer dəyişmə zamanı elektrostatik sahədə görülən iş. Uşaqlar, biz bilirik ki, görülən iş A bərabərdir Fs kosinus alfa düsturundan təyin olunur. Deməli, və yaxud da A bərabərdir. Burada F vurulsun deyə yaza bilərik. F-in də yerinə, deməli, Y bərabər F bölgüsü olduğuna görə F də bərabərdir QY yaza bilərik. QY vurulsun D. Bayaq dedik ki, Y vurulsun D bizə gərginliyi verir. Q vurulsun U. D-nin də yerinə yaza bilərik. D2 çıxılsın D1 və yaxud da F, deməli, belə yazaq ya da bir dəqiqə. Deməli, Q vurulsun Y. Y vurulsun D-nin yerinə yazdıq U. U-nun yerinə də yaza bilərik ki, F1 minus F2. Bu şəkildə F1 minus F2 alındı. U bərabər A bölünsün Q düsturundan. Deməli, uşaqlar, burada yükün hərəkəti zamanı görülən iş trayektoriyanın formasından asılı olmayıb, yalnız F1 və F2 başlanğıc və son potensiallardan asılı oldu. Qapalı trayektoriya üzrə hərəkət zamanı sahənin gördüyü sıfıra bərabərdir. Bu sahədə konsentrik sahə adlanır. Yükün başlanğıc və son vəziyyəti eyni ekvipotensial səthi üzərində olarsa, sahənin gördüyü iş sıfır olur. Bir ekvipotensial səthdən digərinə müxtəlif trayektoriya üzrə hərəkət zamanı görülən işlər də eyni olur. Uşaqlar, müsbət yük sahə istiqamətində gedəndə görülən iş müsbətdir. Kinetik enerji artır. Kinetik artanda nə olur? Potensial azalır. Müsbət yük sahənin əksinə daxil olanda görülən iş mənfi olur. Kinetik azalır. Potensial əksinə artır. Mənfi yük sahə istiqamətində görülən iş mənfidir. Kinetik enerji azalır. Potensial artır. Mənfi yük sahənin əksində isə görülən iş müsbətdir. Kinetik artır. Potensial enerji azalır. Deməli, əgər iş mənfidirsə, kinetik enerji azalır, görülən iş müsbətdirsə, kinetik enerji artır. Bu həm müsbət, həm də mənfi yük üçün keçərlidir. İndi buradakı qrafiklərə baxaq. Topluda keçən səfər bu suallardan var idi. Zərrəciklər elektrik sahəsində hərəkəti. Deməli, uşaqlar, zərrəciklərin elektrik sahəsində hərəkətinə baxaq. Bizdə burada deyilir ki, mənfi yük, müsbət yük və neytron sahə istiqamətində necə hərəkət etdiyinə baxaq. Deməli, bizdə əvvəlcə müsbət yük verilib. Müsbət yük həm sahə istiqamətində, həm də elektrik, deməli, sahənin əksində necə hərəkət edir, baxaq. Uşaqlar, müsbət yük sahə istiqamətində həmişə yeyinləşən hərəkət edir. Deməli, müsbət yük sahə istiqamətində yeyinləşən hərəkət edir. Yəni, sürətin zamanası qrafiki bu şəkildə olur. Müsbət yük sahənin əksində yavaşlayan hərəkət edir. Ona görə də 4-cü göstərdiyi 4 yavaşlayan hərəkətə uyğundur. Zaman oxuna yaxınlaşdı. Yeyinləşən zaman oxundan uzaqlaşır. Bu belə. Daha sonra nə verilib? İkinci, bunu tamamladıq. Keçək 2-yə. Mənfi yük sahə istiqamətində tam əksinə. Baxın, elə bir müsbət yük sahə istiqamətində yeyinləşəndə əksində yavaşlayan. Mənfi yük isə tam əksinə. Sahə istiqamətində mənfi yük yavaşlayan hərəkət edir. Ona görə ikinci, deməli, gəlir bu qrafik uyğundur. Yavaşlayanda zaman oxuna yaxınlaşır. Mənfi yük, deməli, sahənin istiqamətinin əksinə yeyinləşən hərəkət edir. Ona görə 5 gəldi bura. Deməli, 2-ni də yazdıq. 3-ə baxaq. Bir də S-in T-dən asılı qrafiki verilib, uşaqlar. Müsbət yük sahə istiqamətində yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkət bu şəkildə də qrafiki S-in T-dən asılı. 1 yeyinləşəndir müsbət yük istiqamətində. 5 mənfi yük yenə sahənin deməli əksində
-3 sahənin istiqamətinin əksində yeyinləşən hərəkət edir. 5 gəldi bura. Sonra 2 -2 sahənin istiqamətində yavaşlayan hərəkət edir. Müsbət yükün əksinə də belə düşünün. Bir dənə müsbət yükü öyrənin. Bilin ki, sahə istiqamətində müsbətdir, sahənin əksində mənfi. Vsyo. Mənfini də onun əksinə götürün. 2, 4. 3, 6 da nədir uşaqlar? Neytrondur axı. Neytron hərəkətsizdir də. Deməli, neytron sürət, düz xəttə bərabər sürətlə hərəkət edir. Ona görə 3, 6 və burada 3, 6 da bu şəkildə olur. Düz xəttə bərabər sürətlə hərəkətdə esin T-dən asılı qrafikdir. Bu belə. Yüklü zərrəciyə təsir edən qüvvə. Uşaqlar, yüklü zərrəciyə təsir edən qüvvə Y bərabər F bölü Q olduğuna görə F də bərabərdir Q-yə yazırıq. Biz də bilirik ki, əvəzləyici qüvvə özü nəyə bərabərdir uşaqlar? F əvəzləyici MA-ya bərabərdir. F də Q-yə bərabərdir. Axı bir-birinə bərabər eləyirik. Buradan A-nı tapırıq. A bərabərdir Q-yə bölünsün M. Bu şəkildə alındı. Baxın, bu düzdür. A Q ilə də Y ilə də düz mütənasibdir. Təcil deməli kütlə ilə tərs mütənasibdir. Zərrəciyin sürəti isə V bərabərdir V0 plus və yaxud da minus AT. Gətirib burada, baxın, V bərabərdir V0 plus AT. A-nı tapdım ki, Q-yə bölünsün M-dir. V0 plus, deməli, A-nı yerinə yazıram Q-yə bölünsün M, bir də vurulsun T. Bu şəkildə alındı. Aha, əgər başlanğıc sürət olmursa, yəni sükunət vəziyyətindən hərəkət edirsə, V0 atırsınız, heç nə, bu qalır. Gəlin zərrəcinin yer dəyişməsinə baxaq. Biz bilirik ki, S bərabərdir V0T plus AT kvadratı bölü 2 və yaxud da minus yaza bilərsiniz, fərqi yoxdur. V0 vurulsun T qalır, plus A-nı yerinə yazıram Q-yə bölünsün M, bir də var 2, bölünsün 2-də, vurulsun T kvadrat üstü. 0 olanda V0 başlanğıc sürət olmayanda bunlar gedir, qalır. Bir dənə bu da belə. Uşaqlar, tormuz müddəti nə idi? T tormuz bərabərdir V0 böl A. Sürtünmə qüvvəsini keçəndə demişdik. Deməli, bunu mən asan üsulunu öyrətmişdim sizə. Demişdim, kəsirin sürət və məxrəcini M-ə vuracaqsınız. Yazacağıq M V0 bölünsün. Bir dəqiqə belə yazaq daha doğrusu. Aha, V0 bölünsün, elə A-nın yerinə yazaq ki, A bərabərdir. Q-yə bölünsün, M-dir də. Q-yə bölünsün, M yuxarı gedir. Sonra biz bilirik ki, impuls P bərabərdir M, V. Başlanğıc impulsda P0 bərabərdir M, V0. Bunu yerinə yazıram. M, V0-ın yerinə P0 yazıram. Bölünsün, Q-Y. Aha. Və biz də bilirik ki, kinetik enerji nəyə bərabərdir? Y kinetik bərabərdir P kvadratı bölünsün 2M. Buradan P kvadratı bərabərdir 2Y kinetik vurulsun M. P də bərabərdir kök altda 2Y kinetik vurulsun M. Gətirib bunu yuxarıda yerinə yazacağam. Yəni, burada yazdım P bölünsün Q'ya. P'ni yerinə yazıram kök altda 2Y kinetik vurulsun M bölünsün Q'ya. Sadəcə burada Y kinetiki W ilə yazıb fərqi yoxdur. T qalxma, tormuz müddəti daha doğrusu V0-dan, P0-dan, M-dən düz mütənasibdir. Q-nün, daha doğrusu kinetik enerjinin kök altısı ilə düz mütənasib. Baxın, bu kök altı düz deməkdir. Qrafik düz mütənasibdir. Tormuz yolunun da eyni qaydada düsturlarını yazırsınız. A-nı yerinə yazırsınız, Q-yə bölünsün M. Eyni şəkildə davam edirsiniz. Deməli, zərrəciyin yükünün kütləsinə nisbəti xüsusi yük adlanır. Q ştrixlə işarə olunur. Q ştrix bərabərdir Q bölünsün M şəklində ifadə olunur. Xüsusi yüklü uşaqlar skaler cəmiyyətdir. Bunu qeyd edirsiniz. Biz bilirik ki, Q-nün vahidi 1 kulondur. 1 kulon amper vur saniyədir. Kütlənin də vahidi kiloqram. Cisimləri yükləmək üçün uşaqlar elektrofor maşınından istifadə olunur. Bunu da qeyd edirik. Cisimlərin elektrikləndiyini müəyyən etmək üçün elektroskopdan istifadə olunur. Prinsipi eyni işarə yüklərin bir-birini tələməsinə əsaslanır. Bu keçən birinci mövzuda var idi. Yəni əvvəlki dərsdə. Bu qədər uşaqlar. Sağ olun, hələlik.